Bismillahirrahmanirrahim. Salam əziz və dəyərli Ayə ba Ayə verilişinin izləyiciləri. Hər birinizi Quran dərslərimizdə xoş gördük. Deməli, çatdıq 31-ci dərs təqvanın təsiri və bərəkətləri. Quran-ı Kərimdən müxtəlif ayələr seçilib bu haqda və ümid edirəm ki, inşallah Allah güc qüvvət versin, biz də bu ayələri layiqincə sizə təqdim edə bilək. Deməli, birinci başlayırıq ayələri oxuyaq. 10 dənə ayədir, müxtəlif surələrdən seçilmiş ayələr və dərsimizin tapşırığı və sonra ayələrin tərcümələrinə inşallah qaydacağıq. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. فآمنوا بالله ورسله وإن تؤمنوا وتتقوا فلكم أجر عظيم فاتقوا الله يا أولي الألباب لعلكم تفلحون ولو أن أهل القرى آمنوا واتقوا لفتحنا عليهم بركات من السماء والأرض يا أيها الذين آمنوا إن تتقوا الله يجعل لكم فرقانا ويكفر عنكم سيئاتكم ويغفر لكم والله ذو الفضل العظيم ولدار الآخرة خير للذين اتقوا أفلا تعقلون وقيل للذين اتقوا ماذا أنزل ربكم قالوا خيرا للذين أحسنوا في هذه الدنيا حسنة ولدار الآخرة خير ولنعم دار المتقين إن الله مع الذين اتقوا والذين هم محسنون ومن يتق الله يجعل له مخرجا ويرزقه من حيث لا يحتسب ومن يتوكل على الله فهو حسبه ومن يتق الله يجعل له من أمره يسرا ومن يتق الله يكفر عنه سيئاته. Bəli, dəyərli dostlar, çatdıq dərsimizin birinci yeni lüğətlərini oxuyum sizə və sonra keçək tapşırıqlara və sonra inşallah ayələrin tərcüməsinə baxacağıq. Birinci lüğətimiz ətə, verdi mənasını verir. Əvlədun, övladlar, bərakətun, bərəkətlər, husnun, yaxşılıq, gözəllik, ahdun, əhd, peyman, fitnətun, imtihan, qura, şəhərlər, yəcəal, təyin edir, yərzuqu, ruzu verir. Lüğətlərimizin davamında i'ləmu, bilin deməkdir, tuflihunə, nicət tapırsınız, həsbun, kifayətdir, həythu, hər yer, zu, zə, zi, sahib mənasını verir hər üçü, müxtəlif yerlərdə işləndiyinə görə bu qaydada olur. Səyyiətun, günahlar, pisliklər, fətəhnə, fəth edirik mənasını verir. Lə yəhtəsib, güman etmir, mədə bir yerdə bu kəlmə, deməli, nədir mənasını verir? Məxracun,
nicat yolu, çıxış yolu, məxrəc, yəttəqi, təqvalı olsun. Yusrun asanlıq, yükəffir örtür, bağışlayır. Bu yükəffir də təbii ki, cümlə quruluşundan asılıdır. Harda örtür, harda bağışlayır mənasını özünüz orada gərək təyin edəsiniz. Bəli, keçirik dərsimizin sual və tapşırıqlarında düzgün variantları seçib burada yazacağıq. İnşallah bir neçəsini mən kömək edəcəm. Qalanın özünüz də kitabdan oxuya bilərsiniz. Birinci A bəndində olan tapşırığımız yükəffir, yəcəl, yarzuqu. A bəndi örtür, təyin edir, ruzi verir. B bəndi örtdü, təyin etdi, ruzi verdi. Keçirik ikinci tapşırığa. Həsbun, məxracun, yusrun. A bəndi kifayətdir, nicat yolu, asanlıq. B bəndi hesab, xaric, asan. Burada da biz A bəndini götürürük. Üçüncü, fətəhnə, təttəqu, yəttəqi. A bəndi yol açdıq, təqvalı oldunuz, təqvalı oldu. B bəndi yol açdıq, təqvalı olsanız, təqvalı olsun. Burada yuxarı bəndlərdən fərqli olaraq biz B bəndini götürürük. Dördüncü, səyyətun, lə yəhtəsib həythu. A bəndi günah, güman etmirsiniz, hər yer. B bəndi günahlar, güman etmir, hər yer. Burada da biz B variantını götürürük. Beşinci, məzə, zu, zə, zi, tuflihunə. A bəndi nədir? Sahib, nicat tapırsınız. B bəndi nədir? Sahib, nicat tapdılar. Bunu da inşallah özünüz tapacaqsınız. Tapşırığımızın keçirik B bəndində olan hissəsinə. Burada əks olaraq, yəni birinci tərcümə verilib, sonra ərəbcə biz cümlələri tapmalıyıq. Birinci, təyin edir, asanlıq. A bəndi həsbun, yəcəalu. B bəndi yəcəalu, yusrun. Burada B bəndi doğrudur. İkinci, örtür, yol açdıq. A bəndi, siz diqqət etsəniz bu tapşırıqlarda, əvvəlki yəni tapşırıqlarda bəzi kəlmələr var. Necə biz orada birinci ərəbsin dedik, sonra tərcümələrini tapdıq. Burada isə onun əksi nədir? Burada tərcümə verib ərəbi sözlər. Siz bu tapşırıqları bir-birinə müqayisə eləsəniz daha sizə asan ola bilər. Örtür, yol açır, yükəffir, fətəhnə. Məsələn, biz yükəffir sözü var idi orada, fətəhnə var idi. B bəndi məxracun, yükəffir. Hansı doğrudur? Burada biz A bəndi yükəffir, fətəhnə variantını seçəcəyik inşallah. Üçüncü, sahib, günahlar. A bəndi səyyətun, məzə. B bəndi zu, zə, zi, səyyətun. Burada biz B bəndini götürəcəyik. Dördüncü və beşinci tapşırıqları sizə həvalə edirəm və oxuyuram. Dördüncü, hər yer, nicat yolu. A bəndi həythu, məxracun. B bəndi həsbun, həythu, özünüz tapacaqsınız. Kifayətdir, güman etmir. A bəndi həsbun, lə yəhtəsib. B bəndi lə yəhtəsib, yusrun. İnşallah siz bunların üzərində biraz zəhmət çəksəniz, elə bilirəm ki, daha gözəl nəticələr əldə edə bilərsiniz. Gəldik tapşırığımızın ikincisinə. Doğru variantı seçəcəyik biz burada. Birinci, İn təttəqullahə yəcəlləkum furqanə. Siz bu ayələri oxuduğucan, belə desək daha yaxşıdır, bu ayələri oxuduğucan doğrudan da görsən ki, Allah təqvalılara nələr etmir, Allahdan qorxanlara hansı yolları açmır. Açıq aydın Allah Taala öz kitabında bunu bizə təqdim edib. Sadəcə olaraq biz bəşər biraz diqqət eləsək, biraz Allaha tərəf addım atsaq, onda daha tez məqsədə çatarıq. Həm dünyada və axirətdəki yerində. İn təttəqullah yecəlləkum furqanən. A bəndi, əgər təqvalı olsaydılar,
onlara haqla nahaqqı ayırt edən verərdi. Gör, nə gözəl sözdür. İnsan əgər təqvalı olsa, Allah onu harda səhvdir, harda düzdür, onu ayırt etməyi Allah ona verərdi. Bəzən vaxtı biz insanlar yaxşı ilə pisi ayırt edə bilmirik deyə başımız bəla çəkir. B bəndi, əgər qorxsanız Allahdan, təyin edər sizin üçün haqqı batildən ayıranı. Burada biz B bəndini götürürük. 2. Fəttəqullah, ya ulil əlbəb. A bəndi, elə isə Allahdan qorxun, ey ağıl sahibləri. B bəndi, ağıllı insanlar təqvalı oldular. Burada A bəndini biz götürürük. 3-cü, وَلَوْ أَنَّ أَهْلَ الْقُرَى əmənu vəttəqav. A bəndi, və əgər şəhər əhli iman gətirsələr və təqvalı olsalar, B bəndi, və şəhər əhli iman gətirdi və təqvalı oldu. Burada da biz A bəndini seçəcəyik. 4-cü, yenə həmişə olduğu kimi özünüz tapırsınız. وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مَخْرَجًا. A bəndi, və kim Allahdan qorxsa, təyin edər onun üçün bir çıxış yolu. B bəndi, və kim Allahdan qorxsa, o hər çətinlikdən bir nicat tapar. Özünüz tapacaqsınız. وَاِنْ تُؤْمِنُوا وَتَتَّقُوا فَلَكُمْ اَجْرٌ عَظِيمٌ. A bəndi, və əgər iman gətirsələr və təqvalı olsalar, elə isə onlar üçün böyük bir mükafat vardır. B bəndi, və əgər iman gətirsəniz və təqvalı olsanız, elə isə sizin üçün böyük bir mükafat vardır. Bu ikinci bənddə tapşırığımızın A bəndi idi. B bəndi, hansı cavablar doğrudur? Gəlin birinci yenə əks olaraq tərcüməni oxuyaq və sonra keçək ərəbisini oxuyaq və tapaq. Birinci, və kim Allahdan qorxsa, Allah təyin edər onun işində asanlıq. A bəndi, وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مَخْرَجًا وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مِنْ əmrihi yusra. Biz asanlıq sözünü gördük. Deməli, yusranı da eşitmişik lüğətdə və tapşırıqda. Deməli, biz burada B bəndini götürəcəyik. 2. Həqiqətən axirət evi xeyirlidir o kəslər üçün ki, Allahdan qorxdular. A bəndi, وَلَدَارُ الْآخِرَةِ خَيْرٌ وَلَنِعْمَ دَارُ الْمُتَّقِينَ. B bəndi, لَدَارُ الْآخِرَةِ خَيْرٌ لِلَّذ۪ينَ اتَّقَوْا. Burada da biz B bəndini götürürük. 3-cü, örtür sizin günahlarınızı. A bəndi, yukəffir ankum seyyiatikum. B bəndi, yukəffir anhu seyyiatihi. Burada da biz A bəndini götürəcəyik. Yukəffir ankum seyyiatikum. 4-cü, həqiqətən Allah o kəsilərlədir ki, təqvalı oldular. A bəndi, in təttəqullah yecəl ləkum furqanə. B bəndi, innallahə mə'əl-ləzīnə ittəqav. Bunu da özünüz tapacaqsınız. Dərsimizin maraqlı hissələrindən biri də burada cədvəldə görürsünüz. 12 dənə müxtəlif ayələrdən bizə cümlələr verib. Biz bu cümlələri tapmalıyıq. Və burada birin, ikisin sizə deyəcəm inşallah və sonra özünüz bu qaydada gedib axtarırsınız lüğətlərdən. İndi həmd olsun Allaha, lüğət tapmaq çox asandır. Qədimdə gedirdin bir lüğət tapmaq üçün, kitab vərəqləyirdin, lüğətnamələrə müraciət edirdin və bir lüğəti tapırdın. Amma indi çox asan bir formada, müxtəlif proqramlar vasitəsilə siz həm bir cümləni, həm də bir kəlməni rahat şəkildə tapa bilirsiniz. Onun üçün indi dil öyrənmək daha da gözəldir, daha da asandır. Birinci, وَيَغْفِرْ لَكُمْ bağışlayır sizin üçün. Vallahu zul fadlil azim. Allah əzəmətli və fəzl sahibidir. Zu burada diqqət etdiniz. Zə, zu, zi, zə. Biz eşitmişdik bunu. Burada zul fadl gəlir. İkinci, ləfətəhnə aleyhim bərakatin. Açır bərakatin, bərəkətlər minəs-səma, göydən, vəl-ardi, yerdən. Əgər təqvalı olsa insan, Allah göydən və yerdən bərəkətini yağdırar. Üçüncü, və yarzuqhu min haythu la yahtəsib.
və yarzuqhu, onu ruziləndirər, min haythu la yahtəsib, hesab etmədiyi yerdən. Yahtəsib, yəni hesab etmədiyi, güman etmədiyi yerdən. Dördüncü, və mən yetəvəkkəl alallahi fəhuvə həsbuh. Kim Allaha təvəkkül edərsə, pəs ona kifayət edər. Qalan, fəəminu billahi və rusulih və qilə lilləzinə ettəqav, məzə ənzələ rabbukum qalu xayra, lilləzinə əhsənu fi həzihi dünya həsənə, və lədərul əxirətü xayrun, və lənə'mə dərul müttəqin və s. 12 dənə burada deməli, ayələrdən kəlmələr, cümlələr var ki, onları siz özünüz təyin edəcəksiniz. Tapşırığımızın bir digər maraqlı hissəsinə çatdıq. Aşağıdakı boş yerləri biz doldurmalıyıq. Ayənin tərcüməsində وَمَنْ يَتَّقِ اللَّهَ يُكَفِّرْ عَنْهُ سَيِّئَاتِهِ və hər kəs boş yer buraxıb Allahdan deməli, Allahdan örtər, boş yer buraxıb günahlarını. Deməli, biz burada nə etməliyik? Və hər kəs qorxsa Allahdan, biz bura qorxsa qoyacağıq, örtər onun günahlarını. Bunu birin mən həll elədim. Yaxşı, keçirik qalanına. İstərdim ki, bunun digərlərini siz təyin edəsiniz. وَقِيلَ لِلَّذِينَ اتَّقَوْا مَاذَا أَنزَلَ رَبُّكُمْ قَالُوا خَيْرًا və deyildi, boş yer təqvalı oldular. Boş yer nazil etdi. Boş yer yenə boş yer buraxıb, dedilər, yenə boş yer buraxıb. Üçüncü, لِلَّذِينَ أَحْسَنُوا فِي هَذِهِ الدُّنْيَا حَسَنَةً وَلَدَارُ الْآخِرَةِ خَيْرٌ. O kəslər boş yer ki, yaxşılıq etdilər, yenə boş yer, dünyada yenə boş yer və şübhəsiz boş yer xeyirlidir. Dördüncü, وَيُكَفِّرْ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَيَغْفِرْ لَكُمْ وَاللّٰهُ ذُو الْفَضْلِ الْعَظِيمِ. Burada ekranda görürsünüz, özünüz tapacaqsınız. Beşinci, وَيَرْزُقُهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبْ وَمَنْ يَتَوَكَّلْ عَلَى اللّٰهِ فَهُوَ حَسْبُهُ. Bunu da özünüz həll edəcəksiniz. Kitabın bu hissəsində Quran ayələrini tərcümə etmək üçün praktiki bir çalışmada verib, burada 6 dənə ayə verib, yenə buna özünüz baxmalısınız. Burada mən bunu, dərsin əsl 10 ayəsini zaten mən burada tərcümə edirəm, sinxron olaraq. Burada siz özünüz, Əl-ləzīnə yu'minunə bil-qaybi və yuqimunəs-salə və mimmə rəzaqnahum yunfiqun. İkinci, qalu əmənnə billahi və mə unzilə iləynə və mə unzilə ilə İbrahimə və İsmailə və İshaq və Yaqub. Burada da deməli, qalan ayələri siz görürsünüz. Ekranı saxlayın və bunları bir-bir götürün, tərcümə edin ki, sizin özünüzə daha xeyirlidir. Kitabın bu hissəsində deməli, ərəb dilinin qrammatikası ilə tanışlıq, deməli, ikinci şəxsin indiki zamanın izah eləyib, burada ekranda görürsünüz. Bunlara da özünüz baxacaqsınız inşallah. Amma çatdıq dərsimizin maraqlı bir hissəsi, dərsin məfhumuna biz çatdıq. Quran məfahimində təqvanın təsiri və bərəkəti. Birinci, haqqı batildən ayırmaq. Nə gözəl. Əgər insan dünyada haqqı batildən ayırmaq potensialı olarsa, o heç vaxt yolun azmaz. O həmişə xeyir verən insanlardan olar. Ya əyyuhəl-ləzīnə əmənu in təttəqullah. Burada şərt qoyur Allah. Ey o kəslər ki, iman gətirmisiniz. Əgər qorxsanız Allahdan, yəcəlləkum furqanən. Sizə haqqı batildən ayıran bir hissiyat verər. Haqqı batildən ayıran bir göz verər, qulaq verər, dil verər. İkinci, qurtuluş və nicat. Əgər insan təqvalı olsa, o təbii ki, nicat tapacaq həm dünyada və həm də axirətdə. Allah yenə şərt qoyur. Fəttəqullah, Allahdan qorxun, ya ulil əlbab. Burada ağıldan istifadə edir. Yəni, insanın nicat tapması üçün yetər ki, ağlın işə salsın, biraz istifadə eləsin, düşünsün. Ləalləkum tuflihun. Bəlkə siz nicat tapdınız. Təqvanın üçüncü təsirləri işlərin
düzəlməsi və ruzunun çoxalması. Deməli, əzizlər, biz bu dünyadakı çoxlarımız ruzidən şikayətlənirik. Deməli, bunun əsl mənbəyi özümüzə qayıdır. O da nədir? Allahdan qorxmaq. Əgər insan Allahdan qorxarsa, təqvalı olarsa, yəcəlləhul məxrəcə. Sən düşünmə ki, hardan gələcək. Sən bir dənə bunu düşünməlisən ki, mən Allahdan qorxmalıyam. Mən Allahdan qorxaramsa, Allahın boynundadır. O məxrəci hardan verəcək sənə? Qapını hardan açacaq sənə? Qapı olan yerdən açacaq, qapı olmayan yerdən açacaq. Artıq bu Allahın öhdəsindədir. Biz Allahı qüdrət sahibi, sonsuz qüdrət sahibi bilirik. Biz ki bəndəyik, biz zəifik, o qapıları düşünürük ki, qapı olmayan yerdə necə insana qapı açıla bilər? Allah üçün bu düşüncə, belə bir şey yoxdur. Və yərzuquhu min haythu la yahtəsib. Səni ruziləndirərəm, sənin hesab etmədiyin yerdən. Tək ki, sən təvəkkül elə alallah, Allah üçün. Sənə kifayət edər ki, Allaha söykənəsən. Bəli. Sonra ilahi bərəkətin nazil olması. Əgər insan təqvalı olarsa, dördüncü budur ki, insana bərəkət nazil olar. Bəzən vaxtı biz qazanırıq, biz yığırıq və biz çalışırıq. Amma həyatımızda görürsən ki, bərəkət yoxdur. Deməli, bunun yenə əsli qayıdır bizim özümüzə. Hər kəs təqvalı olsa. Görürsünüz, ayədə nə deyir? Ləv və ləv ənə əhləl qura əmənu. Əgər şəhər əhli iman gətirsəydilər, ləfətəhnə aləyhim. Onlara açardıq bərəkətin, bərəkətlər, minəs-səmai vəl-ard. Həm göydən, həm yerdən. Bəzən vaxtı göylər deyir Allah Taala. Səmavati vəl-ard deyir. Və ilahi himayə. Ən böyüyü budur. Əgər insan Allahdan qorxarsa, Allah onu neyniyər? Himayəsini alar. Yəni, Allah onu öz yanında qərar verər. Allah həmişə onun yanında olar. Allah o kəslərləndir ki, onlar təqvalıdırlar. Məəlləzinət təqav. Onlar təqvalıdırlar. Və təqvanın təsirlərindən də biri insanın günahlarının üstünü örtər. Əgər biz təqvalı olsaq, Allah bizim günahlarımızın üstünü örtər. Yukaffir anhu seyyiatihi. Allah deyir, onun günahlarının üstünü örtər, bağışlayar. Bəzən vaxtı sual edirlər, necə olacaq axirətdə günahlarımızı biz görəndə utanacağıq. Burada deyir ki, Quran ayələrinə əsasən deyir ki, bəzi günahları savaba çevirəcək Allah Taala və bir çoxunun üstünü örtəcək, necə ki, burada deyir, intəttəqu. Əgər biz təqvalı olsaq, örtəcək günahlar, biz görməyəcəyik o günahları, nə də heç kim görməyəcək. Hətta bu dünyanın özündə belə Allah Taala günahlarımızın üstünü örtəcək. Bəli, dəyərli dostlar, qaydırıq yenə dərsimizin ayələrinə, təqva ilə bağlı ayələrə inşallah tərcüməyə baxaq, kəlmə-kəlmə tərcümə edək. Bu ayələr daha da ruhumuza hopsun deyə. Birinci ayə Ali İmran surəsi 179. Fəəminu billahi, pəs iman edin Allaha və rusulihi və onun elçisinə və in tu'minu və təttəqu və in tu'minu. Əgər iman gətirsəniz və təqvalı olsanız, fələkum əcrun azim. Sizin üçün fələkum, pəs sizin üçün əcrun azim, əzəmətli, böyük əcr vardır. Gəlin birinci ayənin mənasına baxaq. Odur ki, Allah və onun peyğəmbərinə iman gətirin. Əgər iman gətirsəniz və təqvalı olsanız, sizin üçün böyük bir mükafat olacaqdır. İkinci ayə Maidə surəsi 100. Fəttəqullah yə ulil əlbəb. Fəttəqullah, Allahdan qorxun. Pəs Allahdan qorxun, ey ağıl sahibləri. Ləalləkum tuflihun, bəlkə nicat tapasınız. Ayənin ümumi mənası belədir. Odur ki, ey ağıl sahibləri, Allahdan qorxun, belə ki, nicat tapasınız. Üçüncü, وَلَوْ أَنَّ أَهْلَ الْقُرَى. Və əgər həqiqətən şəhər əhli, kənd əhli, əmənu, iman gətirsələr, və təttəqu, və təqvalı olsalar, ləfətəhnə aleyhim, onlar üçün açarıq, bərəkətin, bərəkətlər, minəs-səmai vəl-ard,
Ənfal 96. Göydən və yerdən. Ayənin ümumi mənası, əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onlar üçün deməli, bərəkət açılardı. 4-cü Ənfal surəsi 29. Ya əyyuhəl-ləzīnə əmənu. Ey iman gətirənlər, in təttəqullah, əgər təqvalı olsanız, yəcəəlləkum, qərar verər sizin üçün furqanən, haqqı batildən ayıran, və yukəffir və örtər ənkum sizin üçün səyyiatikum, günahlarınızı, və yəğfir ləkum və sizi bağışlayar, vallahu zul fadlil azim. Allah böyük əzəmət sahibidir, fəzl sahibidir, bəxşiş sahibidir. Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, o sizə ayırt edən bir qüvvə verər, sizin günahlarınızı təmizləyər və sizi bağışlayar. Allah böyük lütf və ehsan sahibidir. Nə gözəl mənası var bu ayənin. 5-ci. وَلَدَارُ الْآخِرَةُ خَيْرٌ لِلَّذ۪ينَ اتَّقَوْا اَفَلَا تَعْقِلُونَ. Bu Yusuf surəsinin 109-cu ayəsidir. وَلَدَارُ الْآخِرَةِ və axirət evi xayrun. Hökmən axirət evi xeyirlidir. Lillezine, o kəslər üçün ki, ittaqav, təqvalı oldular, əfələ təqilun, heç düşünmüsünüz bu haqda? Ayənin ümumi mənası belədir. Əlbəttə, axirət evi təqvalılar üçün daha yaxşıdır, heç düşünmürsünüzmü? 6-cı, Nəhl surəsi 30. وَقِيلَ لِلَّذ۪ينَ اتَّقَوْا مَاذَا أَنْزَلَ رَبُّكُمْ قَالُوا خَيْرًا. Və qilə deyildi lillezine, o kəslər üçün ki, ittaqav, təqvalı oldular. Məzə ənzələ rabbukum, nə nazil etdi sizin Rəbbiniz? Yəni sizə. Qalu, dedilər, xayra, ancaq xeyr nazil etdi. Lillezine əhsənu fi hadihi dünya həsənətən, o kəslər üçün ki, yaxşılıq etdilər bu dünyada, onlar üçün yaxşılıq vardır. Və lədarul əxirəti xayrun, və axirət evi xeyirlidir. Və lə ni'mə darul muttəqin, təqvalıların evi nə gözəl nimətdir. Belə bir tərcümədir. Ayənin ümumi mənası belədir və təqvalılara deyilər. Rəbbiniz nə nazil etmişdir? Onlar deyərlər. Xeyr və yaxşılıq. Bəli, yaxşılıq edənlər üçün bu dünyada gözəl mükafat vardır və şübhəsiz axirət evi daha yaxşıdır. Təqvalıların evi necə də gözəldir. İnnəlləhə məəlləzīnə ittəqav vəlləzīnəhum muhsinun. 7-ci Nəhl surəsi 128. Allah o kəslərləndir. Təqvalı olan kəslər və eyni zamanda yaxşı iş görənlərlədir. Məə burada bahəm mənasındadır. Ayənin ümumi mənasına baxaq. Şübhəsiz Allah təqvalı olanlarla və yaxşı iş görən kəslərlədir. 8-ci. وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا. Kim və kim təqvalı ola Allaha, يَجْعَلْ لَهُ qərar verər ona, məxrəcən çıxış yolu, və yarzuquhu və ruziləndirər onu, min haythu la yahtəsib, hesab etmədiyi yerdən. وَمَنْ يَتَوَكَّل, kim təvəkkül edə alallah, Allaha, fəhuvə həsbuh, ona kifayətdir. Təlaq surəsi 2-ci və 3-cü ayələr. Gəlin ayənin ümumi mənasına baxaq. Kim Allahdan qorxsa, Allah onun üçün çıxış yolu qoyar və onu güman etmədiyi yerdən ruziləndirər. Kim Allaha təvəkkül edərsə, o ona kifayət edər. 9-cu. Yenə Təlaq surəsinə qaydırıq. 4-cü ayəyə. وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مِنْ أَمْرِهِ يُسْرًا. وَمَنْ və hər kim يَتَّقِ اللَّهَ, Allahdan qorxarsa, يَجْعَلْ لَهُ qərar verər onun üçün, min əmrihi yusra, işlərində asanlıq. Əgər istəyiriksə işimiz asan olsun, mütləq təqvalı olmalıyıq. Gəlin ayənin
ümumi mənasına baxaq. Kim Allahdan qorxsa, Allah onun işlərini asan edər. Və çatdıq dərsimizin sonuncu ayəsi, Təlaq surəsinin 5-ci ayəsi. "Mən yəttəqilləhə yukəffir anhu səyyiatihi." Və mən və hər kim yəttəqilləhə Allahdan qorxarsa, yukəffir örtər və yaxud da bağışlayar, anhu ondan, səyyiatihi günahlarını. Gəlin ayənin ümumi mənasına baxaq. Kim Allahdan qorxarsa, Allah onun günahlarını örtər və onun mükafatını böyük edər. Bəli, dərsimizin çatdıq sonuna dəyərli izləyicilərimiz. İnşallah ikinci cild kitabımızın 31-ci dərsi idi. İnşallah 32-ci dərsi də ikinci cildə tamamlayacağıq. Və bir dənə məlumat verim ki, bu kitabın sonunda ümumi lüğətlər verilib. O lüğətləri siz əzbərləyərək, demək olar ki, dərslərdə keçdiyiniz kəlmələri daha da siz təkrarlamalı olacaqsınız. Hər birinizi uca və əzəmətli Rəbbimə əmanət edirəm. Sağ olun.